Azərbaycan üçün Nağı bəy nələr edib? Çara qarşı vuruşan qaçaqlara dəstək verib, elə ilk silahını da ona Dəlalı hədiyyə edib. 1905-ci ildə erməni-müsəlman davasında Gəncədə qırğınların qarşısının alınmasında iştirak edib. Difai təşkilatının ən fəal üzvlərindən olub. Həmin difai gizli təşkilat idi. Xalqa zülm edən məmurları sui-qəsdlər təşkil edir, sonra da küçələrə elanlar yapışdıraraq bunu fəxrlə xalqa çatdırırdı. Cümhuriyyətin qurulması üçün çalışan Milli Komitənin ən fəal üzvlərindən olub. Osmanlı əsirlərinə və yetimlərinə yardım edən Qardaş Köməyi Təşkilatının yaradıcılarından biri olub. Hüsaməddin bəy ilə birlikdə Osmanlını razı salıb ki, Qafqaz İslam ordusunu yaratsınlar. Ordunun başına Nuri Paşanın keçməsini şəxsən o təşkil edib. Şamxır hadisələrində xalqa ateşə tutan rus qatarlarının saxlanılaraq tərk silah edilməsində iştirak edib. Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks İnqilabla Mübarizə Təşkilatının rəisi olub. Nuri Paşanı Batum zindanından qaçıraraq Azərbaycanın vəfa borcunu ödəyib. Türkiyədə yazdığı kitablar ilə Sovetin unutdurmağa çalışdığı tariximizin qorunub saxlanmasına böyük dəstək verib.